Gece saatlarında Lerik, Yardımlı ve İsmaili rayonlarında zəlzələ baş verib. Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumatda bildirilib ki, İsmaili rayonunda saat 04:01-də zəlzələ qeydə alınıb. Pirqulu stansiyasından 15 km şimal-qərbdə qeydə alınan zəlzələ 3,7 bal gücündə olub. Zəlzələnin ocağı isə 43 km-də yerləşib. Eləcə də saat 07:49-da Yardımlı stansiyasından 11 km cənub-qərbdə Lerik rayonunda da zəlzələ baş verib. Zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib. Zəlzələ ilə bağlı əlavə məlumatlar veriləcək.